Bismillahirrahmanirrahim. İslam dininə görə dünya və İslam həqiqətlərini dərk eləmək üçün üç vasitə var. Bu dərk vasitələri birincisi hissdir, ikincisi ağıldır və üçüncüsü vəhdir. Hissdən məqsəd də əsas olaraq insanın görmə və eşitmə qabiliyyəti nəzərdə tutulur. Ağıl da öz həddində, ağlın hüdudlarına münasib olaraq bəzi həqiqətləri dərk edir. Bu barədə Allah Teala Quran-ı Kərimdə belə buyurur. Bismillahirrahmanirrahim. Vallahu əxrəcakum min butuni ummahatikum la ta'lamuna şey'a. Və ca'ala lakumus-sam'a vel-əbsara vel-əf'idə la'allakum təşkurun. Allah Teala sizi analarınızın bətnindən heç nə bilmədiyiniz halda xaric etdi və sizin üçün görmə vasitəsi, eşitmə vasitəsi, yəni qulaq, göz və qəlb qərar verdi ki, bunun nəticəsində şükr eləyəsiniz. Gözlə eşitmə vasitələrinin yanında gələn qəlb kəlməsini alimlər ağıl və şuur olaraq izah eləyiblər və bu ayədən aydın olduğu kimi insanın hiss qüvvələri və onun ağlı aləmdəki olan həqiqətləri dərk eləmək üçün bir vasitədirlər. Bir də bəzi başqa bir yol var ki, bu sadaladıqlarımız ümumi xarakter daşıyır və hər bir kəs bu vasitələrlə həqiqətləri dərk eləyə bilər. Bir də vəhy yolu var ki, bu bəzi seçilmiş insanların qeyb aləmləri ilə vasitələridir. Və vəhy deyəndə əsas olaraq İslam dinində məqsəd Quran-ı Kərim və sünnə nəzərdə tutulur. Yəni, əziz İslam Peyğəmbərinin və imamların mötəbər hədisləri. Deməli, İslam həqiqətlərini dərk eləmək üçün bu üç vasitə var ki, hərəsi öz növbəsində, öz həddində mötəbərdir və biz bunlar vasitəsilə öz inanclarımızı düzəldə və möhkəmlədə bilərik.